Salam dostlar, bir fikirlər gəlibdi, hansından dərhal bölüşmək istəyirəm sizinlə. Bilirsiniz, öz gündəlik rutinimizdə eşitdiyimiz bəlkə də ən tez olan bir şey şikayət və narazılıqlardır. Bəzən özümüz də bunu tətbiq edirik öz həyatımızda. Və öz inkişaf yolu, nəyə görə mən daimi olaraq öz inkişaf yolunu dəstəkləyirəm və deyirəm ki, cavablar oradadır. Öyrədir ki, əgər qısa olaraq desəkdən, sən nəyə diqqət verirsənsə, nə haqda daha çox danışırsansa, nə haqda düşünürsənsə və yaxud da nəyə qarşı çoxlu belə hisslər keçirirsənsə, bax, o sənin həyatında çoxalır və artır. Və əgər qısa olaraq desək də, yəni bütün o qaydaları, qanunları götürsək, nəyə öyrədir öz inkişaf yolu? Bax, buna. Yəni, əgər sən daimi olaraq şikayətlənirsənsə, narazılığını bildirirsənsə, nələrsə səni narahat edirsə bu reallıqda, sənin dünyanda, o həqiqətən də sənin həyatında çoxalacaq. Fokusunu dəyişməyə səni çağırır, yəni mənfidən, mənfi bir şeylərdən müsbət bir şeylərə və təbii ki də indi müxtəlif təbəqələr var. Əgər aşağı təbəqələrdə hələ də yaşayırsansa, sən müsbət olan bir şey görməyəcəksən. Amma öz inkişaf haqqında kitablar, kurslar, nə bilim də, müəllimlər, iminli həmən o müsbət tərəfləri sənə göstərəcəklər. Çünki sənin problemin qarşılaşdığın eksklüziv deyil. Minlərlə, milyonlarla bəlkə də insanlar o yolu keçiblər səndən öncə. Onlardan öyrənmək olar. Müxtəlif üsullar var. Hansı ola bilər ki, bugünkü günü sənə hələ açılmayıbdır. Bax, öz inkişaf yolu sənə bax onu verir. Qısa olaraq desək, sənin seçimlərin və variantların artır. Yəni, əgər məsəl üçün bugünkü günü sən baş ağrıya qarşı parasetamoldan o tərəfə bir şey bilmirsənsə, sabahsı günü bu mövzunu araşdırdıqda, biraz dərinliyinə gedəndə, sən başa düşürsən ki, parasetamol sadəcə simptomla mübarizə aparmaqdır və sabahsı günü sən onun əks təsirini də görəcəksən. Və o qədər bir şeylər var ki, yəni, həqiqətən də səni şəfalandıra bilər. Və ümumiyyətlə, başa düşürsən ki, sən öz sağlamlığını, sənə verilən sağlamlığını başqalarında tapa bilmərsən. Onlar elə yaxşı idilər, 90% elə özünə baxa bilmir. Məsəl üçün də deyirəm, o mütəxəssislərin. Elə onların özlərinə baxanda, indi qınaq kimi çıxmasın. Başa düşmək olur ki, yəni hələ birinci özlərini düzəltsinlər. Və əgər bu məsələ sənin qapını döyübdürsə, başa düşürsən ki, yəni bu sənin özünlə bağlıdır da, demək bunun səbəbini tapmalıyam. Yəni qısa olaraq bir daha vurğulasaq və desək, öz inkişaf yolu sənə öyrədir ki, həyatında baş vermiş hər bir şeyin bir səbəbi vardır. Yəni, nəsə baş verdisə, bu artıq bir nəticədir. Cahillik pilləsində yaşayan insan o nəticə ilə mübarizə aparır. Onu düzəltməyə çalışır. Onu həll eləməyə çalışır. Onu həll elədi, başqa tərəfdən başqası çıxdı. Problemin arxasınca problem. Amma niyə mənim qarşıma belə bir şeylər çıxır? Nəyimlə, hansı hərəkətimlə, hansı əməlimlə mən belə bir şeylər yaradıram? Cahillik pilləsində yaşayan insana belə bir şeylər açılmır. Ancaq və ancaq öz inkişafına sərmayə yatızdırdıqda, investisiya etdikdə insan genişlənə bilər və insanın seçimləri arta bilər. Ona görə də, məsələn, mənə müraciət edəndə hansısa bir problemlə qarşı, məsələ ilə qarşı bəzən deyirəm ki, cahillik pilləsindən çıxmaq lazımdır və bəzi insanlar inciyirlər, küsürlər, elə bilirlər ki, mən təhqir etdim onları. Amma halbuki onu demək istəmirdim ki, sən cahilsən. Sadəcə öyrən, sadəcə diqqətini öyrənməyə, mən hazıram öyrənməyə, mən istəyirəm öyrənməyə. Bir də görün, sabahsı günü qarşına bu video çıxdı. Bu mesaj kimi bunu qəbul elə. Yəni, bu, mən demirəm, hal-hazırda bir patok gəlir, bir fikirlər gəlir və niyəsə niyyət gəldi içimdən ki, bu videonu çəkəm. Demək ki, bu kiməsə lazımdır da, demək ki, lazım olan ünvana çatacaq da. Yəni, mən sadəcə əmri yerinə yetirirəm, belə deyərdim. Yəni, öz inkişaf yolu qısaca buna da öyrədir səni. Ki, yəni, sən sadəcə xidmətçisən. Sən sadəcə öyrənirsən, özün üçün enerjin yüksəlir, bu enerjinə uyğun sənin sağlamlığın dəyişir, bu enerjinə uyğun sənə paralar gəlir, pullar gəlir rahat şəkildə.
elə olur ki, sənin enerjin aşağıdırsa, nə qədər özünü cırsan da pul əziyyətlə, zülmlə, ancaq belə bax kommunal ödənişlərini eləmək üçün, ancaq bax bu qidanı tapmaq üçün, yeməyini tapmaq üçün və biraz da geyiminə, vəsə. Çünki ondan artıq yəni genişlənmə yoxdur axı, burdan doğur o. Bu içdən doğur. Sonra isə yəni material dünya onu materiallaşdırır, maddiləşdirir sadəcə. İçdən doğur. İlk öncə fikir, daha sonra yəni o fikir formalaşır. Ona görə də o daxillə işləmək lazımdır. Başa düşürsüz, məsələ burasındadır, əsas məsələ. Bax bunu öz inkişaf yolu öyrədir bu illər ərzində. Əks halda sən başa düşməyəcəksən ki, yəni niyə sənin həyatında belə bir şeylər baş verir, nəticə ilə mübarizə aparacaqsan. Bu cavab deyil. Bu yaxınlarda bir məşhur bir biznesmenin bir videosu qarşıma çıxdı. Harda o deyirdi ki, sən 600 manatı belə bölməlisən, elə bölməlisən, elə eləməlisən və s. Və altda təbii ki də rəylərdə deyirdilər ki, 600 manatla yaşamaq olar, 300 manatla yaşamaq olar, məndə isə filan qədərdir maaş və s. və s. O isə sadəcə bölmə haqqında danışırdı. Və təbii ki, maliyyə savadlığından istifadə eləyərək nəyəsə nail olmaq olar. Yəni pullarından düzgün istifadə etməyə çalışaraq. Lakin həyat sürprizlərlə doludur və çox vaxt o sürprizlər o qədər də müsbət sürprizlər olmur. Çünki sənin enerjinə uyğun gəlirlər. Başa düşürsünüz? Yəni sənin enerjin aşağı olduğu zaman, sənin qarşına problemlər çıxdığı zaman nə maliyyə savadlığı, hansı öyrəndiyin qaydalar sənə köməklik eləyə bilər ki? Başa düşürsünüz? Mən bu haqqda danışıram. Şəxsən məni öz inkişaf yolu buna öyrədibdir. Yəni ondan öncə maliyyə savadlığını da keçmişik, ondan öncə başqa bir dərsləri də keçmişik, sağlam qidalanma prinsiplərində dibinə qədər getmişik. Amma bu illər ərzində başa düşürsən ki, bunlar hamısı boş şeydir. Sən heç vaxt məsələn də nə qədər istəyirsən sağlam qidalanmana riayət elə, heç vaxt sağlam olmayacaqsan. Əgər sən yediyini belə neqativ və mənfi fikirlərlə yeyirsənsə, əgər sənin enerjin belə nəyəsə qıcıqlanırsa, nəyəsə belə bir aqressiyan varsa içində, açmamısansa sən hələ lazım olan, hələ bir içində bir rahatlıq yoxdursa, hansı sağlamlıqdan söz gedə bilər? Nə danışırsınız siz? İmmunitetin daimi olaraq zəif olacaq və bir çox problemlərdən qurtula bilməyəcəksən. Ona görə səbəb. Bəli, etap hər şey sənə birdən-birə açılmayacaq, amma bax öz inkişaf yolu da elə onun üçün lazımdır. Elə ona görə də daimi olaraq özünə, öz inkişafına investisiya etməlisən. Bax, bunu demək istəyirəm qısa olaraq bu videoda. Belə, təşəkkür edirəm izlədiyiniz üçün. Ümid edirəm doğru zamanda doğru ünvanlara çatacaq və faydalı olacaq. Hər bir halda bu niyyətlə çəkilibdir. Bir daha sağ olun, zaman ayırdınız, izlədiniz, salamat qalasınız, özünüzə yaxşı baxın. Özünüzə.